Salam ənlər, hər vaxtınız xeyir. Deməli, bu günləri bir maraqlı bir qayda var. Məsələn, hər hansı ədədin kvadratının tapılması. Əlbəttə 5-in, 8-in, 10-un, 12-in bu. Bəzilərin kvadratlarını tapmamızı əzbər bilirik. Daha çətin ədədlər, məsəl üçün 48-in kvadratı, 78-in kvadratı, 56-ın kvadratı və s. Bunu tapmaq üçün nisbətən sadə yol tapmışam. Baxın, məsəl üçün, tutaq ki, başlayaq 18-dən. 18-in kvadratını tapmaq üçün. Əlbəttə, ədədləri 10-a, 20-yə, 30-a, 50-yə, 100-ə vurmaq asandır. 18-i ən rahat hara yaxınlaşa bilərəm? Ən yaxın, 20-yə yaxınlaşa bilərəm. 2 vayda artırıram, edirəm 20. 2 vayda azaldıram, edirəm 16. 20-ni vururam 16-ya. Nə qədər dəyişdim? 2 azaltdım, 2 artırdım. Düzdür? 2-nin kvadratının üzərinə gəlirəm. Edir 4. Üzərinə gəlsin 4. 320 odur. Neçə edir? 324. Məsəl üçün, baxın mənlər. Tutaq ki, 47-nin kvadratı. 47-nin kvadratını tapmaq istəyirəm. Bunu mən ən yaxın nəyə yaxınlaşa bilərəm? 50-yə yaxınlaşa bilərəm. Düzdür? 3 artırıram, olur 50. 3 azaldıram, olur 44. Üzərinə gəlirəm. 3 var dəyişməmişdim. 3-ün kvadratını gəlirəm üzərinə. 50-ni 44 əvvəl neçə edir? 2209 verəcək bizə 2209. Sonra mənlər, baxın, başqa hansı ədəd demək olar? Məsəl üçün 96-ın kvadratı və ya 102-nin kvadratı və ya 103-ün kvadratını tapaq məsəl üçün. 103-ün kvadratı bərabərdir. 3 azaldıram, olur 100. 3 artırıram, olur 106. Və üzərinə nə gəlirəm? Üzərinə gəlirəm 3-ün kvadratı. Üzərinə gəlirəm 3-ün kvadratı. 100-ü 106 evranda 10600, o da 9 edir, 10609.